Bilirsiniz ki, Cənub mətbəxində adətən sarımsaqdan daha çox istifadə olunur, amma bu yeməkdə çox təəssüf ki, sarımsaq yoxdur, amma cəfəri. Cənub mətbəxinin əvəz olunmaz tərəvəzləri, sarımsaq və cəfəri vəhdəti çox gözəl dad gətirir. Bilirsiniz ki, subtropik zona olduğu üçün, rütubət çox olduğu üçün və antioksidantdır. Cəfərinin tərkibində və sarımsağın tərkibində sarımsaq soğan kimi antioksidantdır. Yəni, vitamin C ilə zəngindir. Cəfəri də, bizim dildə deyəcək, petruşka da. Ona görə də bu yeməkdə öyrəşdiyimiz kimi, indi yaşıl alçasını da atırıq. Bilirsiniz ki, biz Azərbaycanda cənub ölkəsi olduğu üçün, cənub şəhəri olduğu üçün Bakı hər zaman bizim varımızdır. Alça, ilin bütün mövsümü. Yəni ki, soyuq bölgələrimizdə, məsələn, Kəlbəcərdən soruşuram, alça hardan gəlib? İlin bu vaxtı kəl alça deyirlər ki, Kəlbəcərdən gəlib. Havalar bu il soyuq keçib, qozu da verin zəhmət olmasa. Çəkilmiş, qozumuz da var. Çəkilmiş qozu da tökərik. Bir dənə qab verin, onun içərisində qoyun. Bunun temperaturunu azaldırıq. Bayaq biz toyuğu bişirəndə nə qədər yüksək temperaturla qoyduqsa, indi yeməyi dəmə qoyanda bir o qədər temperaturunu azaldırıq. Zaten ətin möhürlədiyi əti gördünüz özünüzdə. Möhürlədiyi ona görə ki, ətin dadı, şirəsi içində qaldı. Qozunu da əlavə eləyirik. Soğan adət bilirsiniz ki, cənub mətbəxində soğanla qozun qarışığı ləvəngiyə gətirib çıxardır. Biraz turşu qaçıq ləvəngi olacaq. Amma burada ayrı-ayrılıqdadır. Qovrulmuş qozu da maşından çıxardırıq. Yaddan çıxan və yaddan çıxmayan bir yeməkdir bu. Bayaq dediyim kimi, Lənkəran xanının, Mustafa xanın çox sevdiyi yeməkdir. Adətən qırqovuldan, bildirçindən hazırlayırmış bu yeməyi. Biz bugün toyuqla hazırladıq. Nə qədər gecbişən toyuq olsa, bir o qədər yaxşıdır, xeyirlidir. Zəfəran vurduq, mütləq abqora vurulmalıdır. Biz bugün abqoranı limon suyu ilə əvəz elədik. Zövqə görə kəl alçanın döyməcindən vura bilərsiniz. Təzə limon, fresh limon sıxa bilərsiniz. Çünki bilirsiniz ki, yaydır, təzyiqin yüksək olan vaxtıdır. Nə qədər turş məhsullardan, turş qidalardan istifadə eləsək, bir o qədər yaxşıdır. Cəfərinin yarısını saxladıq sunum üçün. Sunumda da çox böyük gözəlliyi lazımdır. Birinci gözlə yeyirik ondan sonra və qapağını örtüb qoyacağıq bunu dəmlənməyə. Mütləq yanında da plov olmalıdır. Düyü yeməyənlər, istəməyənlər çörəklə, lavaşla tükədə bilərlər. Amma mütləq yanında cənub mətbəxinin əvəz olunmaz düyüləri, lərgə ilə, boran plovla yeyə bilərsiniz, lərgə plovla yeyə bilərsiniz, kartofla yeyə bilərsiniz, bütün dənli bitkilərlə yeyə bilərsiniz. Dəmə qoyuruq bunu. Dediyim kimi, abqora biz vurmadıq, amma əslində abqora olmalıdır. Abqora tam yetişməyən və tam da kal olmayan üzümün suyundan hazırlanır. Çox xeyirli bir ərzaqdır, təamdır, içkidir. Ona görə də və çalışmalıyıq ki, tavamız yapışmasın. Qapağını örtək, qoyaq.